qiyamətin günündə onları elə sıxaram ki, cavab verə bilməzlər. Mən hidayət etməsəydim səni, sən bura gəlib çıxa bilərdin. Davud əleyhissalama buyurdu ki, ya Davud, günahkarlara müjdə ver. Salihləri qorxud. Həzrət Davud çaşdı, dedi, ilahi, günahkarlara müjdə verin. Biz axı salihlərə müjdə verirdik. Salihləri qorxudum, axı biz günahkarları qorxudurduq. Dedi, bəli, günahkarlara müjdə ver. Əgər tövbə eləsələr, mənim tövbə qapım açıqdır, mən onların tövbələrini qəbul edib, onları bəndəliyimə qəbul eləyərəm. Bu müjdəni ver onlara. Salih əməl sahiblərini qorxud. Qorxud ki, öz əməlləri ilə ücub, iftixar eləməsinlər, xoşlanmasınlar öz əməllərindən, arxain olmasınlar öz əməllərinə. Qiyamətin günündə onları elə sıxaram ki, cavab verə bilməzlər. Mən hidayət etməsəydim səni, sən bura gəlib çıxa bilərdin. Allah sənə tövfiq verməsə, hidayət etməsə, sən gəlib burada otura bilərdin? Otura bilməzdin.